Sual: Mötəbər hədislərdə deyilir, yer üzünü zülm istən bürüdüyü vaxt Allahın son höccəti Həzrət Mehdi əleyhissalam qeyb pərdəsindən çıxıb dünyada ədaləti bərqərar edəcəkdir. Demək, Həzrət o zaman zuhur edəcək ki, yer üzünü fəsad bürüsün. Bir halda ki, hər bir müsəlman son imamın zuhuru intizarında olmalıdır, onda biz fəsadla mübarizə aparmalı yox, onun daha da yayılması üçün çalışmalıyıq. Yer üzündə fəsad nə qədər çox yayılarsa, zuhur üçün şərait də tez yaranar. Məgər biz fəsadla mübarizə aparmaqla imamın zuhurunu təxirə salmırıqmı? Cavab: Bilməli ki, imamın zuhur şərti yalnız ictimai fəsadların artması deyil. Əgər bəşəriyyət düşüncə və mənəviyyat baxımından inkişaf edib, imamın dəyərini anlayacaq bir həddə çatarsa, həmin vaxt imam qeyd şərtsiz zuhur edər. İmamın zuhuru üçün əsas şərtlərdən biri bəşəriyyətin belə bir rəhbərə layiq olmasıdır. Əqidə və din kitablarında geniş şəkildə araşdırılmışdır ki, imamın qeybdə qalmasının əsas səbəbi bəşəriyyətin iman, əxlaq və əməl baxımından bu zuhura hazır olmamasıdır. Əgər bu maneə aradan qaldırılsa, qeybət dövrü başa çatar. Böyük filosof mərhum Xacə Nəsrəddin Tusi Təcridul Əqaid kitabında bu barədə 3 qısa və dəyərli cümlə buyurmuşdur. Bu cümlələri qısa izahla təqdim edirik. A. Vücuduhu lütfun. İmamın istər aşikar, istərsə də gizli varlığı bəşəriyyət üçün böyük mənəvi nemət və Allaha yaxınlaşma vasitəsidir. Çünki Allahla xalq arasındakı əlaqə imam vasitəsilə bərqərar olur. Bir çox mənəvi və maddi nemətlər imama xatir insanlara əta olunur. Hətta imamı görməyib tanımayan layiqli insanlar imam vasitəsilə mənəvi hidayət edilir. B. Və təsərrufuhu lütfun axər. Əgər imam qeyb pərdəsi arxasından çıxıb, aşikar yol göstərərək hakimiyyəti ələ alsa, bu da növbəti bir nemət olacaq. Bu halda nəinki kiçik bir qrup, bütün bəşəriyyət imamın vücudundan bəhrələnəcək. Çünki imamın vücudu ədalət və ilahi göstərişlər məzhəridir. V. Və ədəmihi minna. Əgər imam qeyb pərdəsi arxasında qalıb xalqın işlərinə müdaxilə etməsə, bəşəriyyət üçün çox faydalı bir iş həyata keçmiş qalmayacaq. Amma bu maneəni yalnız və yalnız xalq özü yarada bilir. Bu nemətin əta edilməməsinin səbəbkarı xalq özüdür. Əgər xalq fəzilət, əxlaq və ədalət üzərində qurulmuş dünyəvi bir hakimiyyət istəsə və buna hazır olarsa, sözsüz ki, bu iş baş tutacaq. Bu iş heç şübhəsiz Allah tərəfindən yubadılmır və zuhura maneçilik törədən xalq özüdür. Bəli, yer üzündə fəsadın yayılması imamın zuhuruna xas şərt deyil. Zuhur üçün ən yaxın yol xalqın ləyaqətli olmasıdır. Başqa sözlə, imamın rəhbərliyinin 2 şərti var. 1. Rəhbərin vücudu, 2. Rəhbərin qəbulu üçün xalqın hazırlığı. Əgər xalqdan asılı olan ikinci şərt ödənərsə, birinci şərti Allah Taala dərhal ödəyəsidir. 2. Əsil məqsəd fəsadın yayılması, cəmiyyətin pozulması deyil. Belə bir təzahür imamın zuhuru üçün yalnız şərait yaradır. Çünki yer üzünü zülm istən bürüdükdə, üzüdü problemlər insanı hədələdikdə, insan bu vəziyyətdən tək başına çıxa bilmir. Belə bir məqamda o, ilahi rəhbərin zəruriyyəti haqqında düşünür və buna hazırlaşır. İnsan anlayır ki, onun xəstəliyinin yeganə dərmanı ilahi dərgahdadır və cəmiyyəti bürümüş azğınlıqlara yalnız ilahi inqilab son qoya bilər. Heç bir islah edici inqilab düşüncə hazırlığı olmadan gerçəkləşmir. Tələbat və təminat iqtisadiyyatın əsas məsələsi olduğu kimi, ictimai dirçəlişin də əsasını təşkil edir. Xalqın tələbatı olmayan şəraitdə istənilən bir maddi və mənəvi təminat səmərəsizdir. Belə bir sual yaranır ki, islah edici bir inqilab üçün fikri və ruhi hazırlıq kifayət edirmi? Yoxsa pərakəndə düşüncələri həqiqi inqilaba çevirən başqa bir şeyə də ehtiyac var? Belə bir inqilabın təkcə düşüncə hazırlığına yox, həm də yetərli qüvvəyə ehtiyac olduğunu təkcə təcrübə yox, islah edici inqilab haqqında nəql olunmuş çoxlu hədislər də təsdiq edir. Yalnız belə bir qüvvə inqilabın qarşısında dayanmış maneələri aradan qaldıra bilər. İslami rəvayətlərdə yardımçıların və onların sayı haqqında ətraflı məlumat verilmişdir. Biz ikinci şərti ödəmək və fədakar mücahidlər yetişdirmək üçün çalışmalıyıq. Dünyanı bürüyəcək inqilab üçün elə insanlar hazırlanmalıdır ki, Həzrətin ümumbəşəri məramlara bütün yer üzündə gerçəkləşsin. Bu müqəddəs hədəf o zaman həqiqətə çevrilir ki, ədalətsevər insanlar əlin üstünə qoyub oturmasın və imanlı insanlar tərbiyə etmək üçün zəhmət çəksin. 3. Bütün bunlardan əlavə biz Həzrət Mehdi əleyhissalamın inqilabına münasibətdə öz mövqeyimizi müəyyənləşdirməliyik. Əgər biz yer üzündə fəsadın yayılmasına kömək etsək, şübhəsiz ki, o Həzrətin inqilabının hədəfinə çevriləcəyik. Yox, əgər cəmiyyətin islahına çalışsaq, onun inqilabına yardım edənlərdən olacağıq. Demək, yer üzündə fəsadın artmasına kömək etməklə Həzrət Mehdi əleyhissalamın zuhurunu tezləşdirmiş olsaq belə, özümüzü təhlükəyə atmış oluruq. Məgər o Həzrət fəsada rəvac verənlərin əllərini kəsmək üçün zuhur etməyəcəkmi?
yer üzündə fəsadın yayılmasına kömək etdiyimiz halda o inqilabından necə faydalana bilərik? Belə ki, zuhurun tezləşməsi üçün fəsad qarşısında sakit dayanmaq və ya fəsadın yayılmasına kömək etmək düzgün deyil. Çox güman ki, belə yanlış münasibətin müəllifi məsuliyyətdən boyun qaçırmaq istəyənlər və ya fəsada alüd olanlardır.